Turan bilirsiniz, arzıdı, istəkdi. O, yani heç vaxt Turan olmayıbdı, ola da bilməz. Yani bir vahid, Türklərin vahid bir imperiyası, tarixdə da olmayıb. Sadəcə bir dönəm Azərbaycanda bir dövlət qurulub və o dövləti qurandan çoxu da kuzeydən gəlibdi. Qaradəniz tərəfdə, Azov dənizi tərəfindən Saqalardılar. Əslində Oğuzlardır. Dədə Qorqudda var, deyir, dış Oğuz, iç Oğuz birləşdi. Böyük Oğuz eli qurdu. Orada böyük sözünü ayrı bir terminle işlədir. Qalın, qalın Oğuz eli. El dövlət deməkdir. Qalın Oğuz elini, qalın Oğuz dövləti qurdular. Və o dövlətin ilk dönəmlərində, indi mifologiyadır, folklordur bilmirəm, ilk dönəmlərində Alper Tunqa həmin o Saqaların xaqanı olubdur. O Turan məsələsi o dövlətinə bağlıdır ki, Dağıstandan tutmuş, Əfqanistana, Hindistana qədər böyük ərazilər, Misirə qədər səsin vergi alırdılar. O mümkündür, yəni o bir xəyaldır, bir xoş nağıldır, nə vaxtsa yaşamışıq. Amma indi Türk dövlətləri, real dövlətləri var, bunların biri realdır.